Şah İsmail 12'lik yayıb qılıncla. Ən böyük soyqırım o hərəkatın olub səfərləri. Sadəcə çoxsu bunu susur. Gəlib məsələn alırdılar kəndi, qəbul eləmirdilərsə 12-ni pişirirdilər imamı qazanda, yedirirdilər onlara. Ben bu Beytullah içinde ta ezelden var idim. Ben xətaiyəm. Tarixi qaliblər yazır. Bəs bizə təqdim olunan tarix həqiqətdirmi? Şah İsmail Xətai, Səfəvi imperiyasının qurucusu, döyüş meydanlarında sarsılmaz sərkərdə, qələmində ilahi eşqi tərənnüm edən şair olub. Amma haqqında deyilənlər arasında bir qorxunc iddia da var. Deyirlər ki, o insan əti yeyib. Bu həqiqətdirmi? Yoxsa düşmən təbliğatının növbəti uydurmasıdır? Şah mənəm. Bu iddianın əsasən Osmanlı mənbələri və Xətainin düşmənləri yayıb. Bəs görəsən məqsəd nə idi? Şah İsmaili bir vəhşi kimi göstərmək, xalqın gözündə onun nüfuzunu sarsıtmaq və şiə-sünni qarşıdurmasını daha da dərinləşdirmək. Amma tarixçilər bu barədə bir dənə də olsun konkret fakt ortaya qoya bilməmişlər. Şah İsmail bir savaşçı idi, amma həm də bir dövlət adamı, bir ideologiya qurucusu idi. O, qılıncla qurduğu dövləti qələmlə uzaldıb. Onun şeirlərində qan yox idi, nifrət yox idi. Əksinə, orada ilahi eşq var idi, ilahi sevgi var idi. Könül, nə gəzirsən seyran yerində, aləmdə hər şeyin var olmayınca. Olura olmaza dost deyib gəzmə, bir əhdinə bütün yar olmayınca. Şah Xətaim edin bu sirri bəyan, kamil midir cahil sözünə uyan. Bir başdan ağlamaq ömrədir ziyan, iki başdan mühib yar olmayınca. Bu misraları yazan bir insan düşməninin ətin yeyəcək qədər vəhşi ola bilərmi? Şah İsmail həyatı döyüşlərlə doluydu. Çaldıran məğlubiyyəti, dostlarının xəyanəti, düşmənlərin ona qarşı apardığı amansız mübarizələr. Amma o, yalnız bir fatih deyildi. O, düşünən bir insan idi. Dinin, siyasətin, poeziyanın içində öz yolunu tapmış bir lider idi. Onun qurduğu imperiya Osmanlıya, Monqollara, Avropaya qarşı durdu. O, yalnız bir dövləti yox, bir ideologiyanı müdafiə etdi. Əhlibeyt məktəbini imperiyanın rəsmi ideologiyası elan etdi. Türk tayfalarını bir araya gətirdi. Bir gənc sərkərdə üçün bu asan iş deyildi. Amma o, bacardı. Bəli, Şah İsmail sərt idi. Döyüş meydanında düşmənə qarşı mərhəmətsiz idi. Lakin tarixdə hansı hökmdar savaşda mərhəmətli olub? Onların etdiyi zülmlər tarixdə açıq-aşkar yazılır. Həmin padşahların hətta öz doğmalarına belə qarşı etdiyi zülmlər tarixdə qeyd olunur. Bəs nə üçün bu qədər zalım krallar və padşahlar olduğu halda Şah İsmail haqqında bu qədər şayiə yayılır? Çünki o güclü idi. Çünki ondan qorxurdular. Çünki onun adı tarixi dəyişdirən adlardan biri idi. Onun sünnilərə qarşı amansız olduğu son illərdə xalq arasında yayılmaqdadır. Amma aparılan köklü araşdırmalar bizə başqa sözləri deyir. Şah İsmail Xətai sünni türk tayfalarına qarşı ümumi bir soyqırım və ya tamamilə sıxışdırma siyasəti yürütməmişdir. Əsasən dövlətin qurulması və möhkəmləndirilməsi üçün onlardan faydalanmışdır. Qarşılığında isə torpaq, vəzifə və iqtisadi imtiyazlar vermişdir. Onun əsas hədəfi məzhəbi deyil, siyasi gücü qorumaq və dövlətin birliyini təmin etmək olmuşdur. Nümunə üçün qeyd edək ki, Ustazlı, Şamlı, Rumlu, Təkəli, Zülqədər, Əfşar və Qacar kimi qızılbaş tayfalarının bir hissəsi əvvəlcə sünni məzhəbinə mənsub olmuşlar. Şah İsmail bu tayfaları şiəliyi qəbul etməyə təşviq etsə də, onların bir qismi elə öz məzhəbində qalmışlar. Xətai onların hərbi gücünə əsaslanaraq göstərdikləri xidmətlərə görə böyük, yüksək vəzifələr təklif etmişdir. Ustazlı tayfasından Durmuş xan Səfəvi dövlətin ilk Azərbaycan bəylərbəyi təyin edilmişdir. Dövlət idarəçiliyində mühüm rol oynayan bu tayfa sünni məzhəbinə mənsub olmuşdur. Belə nümunələr tarixdə kifayət qədərdir. Əziz dostlar, bir millətin tarixi şəxsiyyətinə kölgə salmaq o millətə qarşı hörmətsizlik və həqarətdir. Tarixi qaranlıqda deyil, işıqda oxumaq lazımdır. Sonda qeyd edək ki, bu cür həqiqətləri daha çox insan bilməlidir. Videonu bəyənin, paylaşın və fikirləri şərhlərdə bizimlə bölüşün.